1-1 hesabı ilə başa çatdı. Artıq birinci dəqiqədə Mombongo hesabı açmışdı, ancaq Inter hesab bərabərləşdirə bildi və hər iki komanda bu oyundan bir xalla ayrıldı. Neftçi Qarağ Geyimdə çıxış edir. Qarağ Geyimdə və meydan mərkəzindən qonaq komandanın futbolçuları Julius Svobayla Nikolas Kanalis oyuna başlayırlar və oyunda da nəzərə çarpmasa da sonradan öz ustalıq səviyyəsini ortaya qoya bildi və Azal niyyətində bir çox vacib qollar vurdu bu futbolçu və komanda üçün nə dərəcədə faydalı, əhəmiyyətli oyuncu olduğunu sübut edə bildi. Koyan ötürməsi, Diniyev topu Sarcana ötürdü. Sarcantı Novruz Məmmədov topu qəbul edir. Novruz Məmmədov Azal'ın hücumu davam edəcək. Qapı qarşısı ötürmə və Mombongo indi başla fərqlənə bilərdi, ancaq onun zirallarda meydana daxil orada Juan Francisco, ancaq qış fasiləsindən sonra artıq o da əsas heyətdə özünə yer etməyə başladı. Koyan ötürməsi cəl meydançası istiqamətdə Kanales və gol! Kanales yenə də hücumçuluq bacarığını, qolçuluq keyfiyyətini nümayiş etdirir. Oyunun əvvəlindəcə çox gözəl ötürmədən sonra qapıçı ilə üzbəüz qalır Nikolas Kanales və Stanislav Namaşko ilə dueldən qalib ayrılır futbolçu. 1-0 Neftçi erkən qol vurur. Oyunun 6-cı dəqiqəsində Nikolas Kanales fərqlənir. İndi epizodun təkrarını izləyirik. Əlbəttə ki, yaxşı ötürməkdir və burada Azal'ın müdafiəçisi də heç nə də bilmədi. Budur Koyan ötürməsi. 4 nömrəli oyuncu Laşa Kastradze sərfə yol verdi. Məhz o Kanales'lə mübarizədə uduzdu. Obay topu qapı qarşısı ötürür. Başla qapıya zərbə, amma Kanales'e vurdu. Top qapının üstündən keçir. Cəlmə zərbəsini yerinə yetirir Azal niyyətində. Onun qapı qarşısı ötürməsi. Cəlmə meydançasında qarşılığı yaranır, amma Aqil Məmmədov topu tutar. İrəliyir Juan. Sol cantda Şamanayev. Şamanayevin cəlmə meydançasında ötürməsi və Mombongo qapıya dəqiq zərbə endirə bilmədi. Aqil Məmmədov Məqsəd İsayev sağ cantı topa çatır və Elvin Əskərov birinci hissənin başa çatdığını bildirir. Beləliklə Novruz Məmmədov qapı qarşısına ötürmə vermək olar. Novruz Məmmədovun ötürməsi Seymur Əsədov, amma qapıya daha qüvvətli zərbə vurmaq lazım idi. Seymur Əsədovun zərbəsi alınmadı. Çox yaxşı kombinat. Yaxşı oynayır. Hücum davam edir. Juan qapıya zərbə vurmaq lazım. Juan'ın zərbəsi və top Neftçi futbolçularına dəyərək geri qayıdır. Azal oyuncuları topun ələ dəydiyini iddia edir.